Choose the correct variant. Düzgün variantı seçin. I have clean trousers. Do you want me to clean for? Və qeyd olunan nöqtələrdəki boşluğa biz düzgün əvəzlik təyin etməliyik. Birinci boşluğumuzda nöqtələrdən sonra isim olduğu üçün isimli yiyəlik hal əvəzliyi təyin etməliyik ki, A variantında mine isimsiz və B variantında yours isimsiz yiyəlik hal əvəzliyi olduğu üçün səhvdir. My və ya your istifadə edə bilərik. Və ikinci boşluqda, üçüncü boşluqda isə biz isim görmürük. Bunun üçün artıq biz D variantında your ifadəsini çıxmalıyıq ki, yordan sonra isim tələb olunur. Eləcə də Y variantında üçüncü boşluqda your əvəzliyindən sonra isim tələb olunduğu üçün səhv götürülür. Düzgün cavabımız C variantıdır və tərcüməsinə əsasən mən, mənim, yəni özümün şalvarlarını təmizlədim. Sən istəyirsənmi səninkiləri sənin üçün təmizləyim? Yəni səninkiləri deyərkən sənin şalvarlarını nəzərdə tutur. Fordan sonra isə, yəni söz öndən sonra obyekt hal əvəzliyinin tərcüməmizə əsasən you olaraq C variantında doğru götürmüş olacağıq.